2025-ci ildə Rusiyanın biraz öncə qeyd etdiyim kimi biz əl qolunu bağladıq. Rus evini bağladıq burada. 5-ci Rusiyanın 5-ci kolonunu demək olar ki, çökdürdük. SSR bayrağı qaldıran. Bəli, Ramiz Mehdiyev onun şəbəkəsi ifşa olundu, həbslər oldu. Hətta müxalif düşərgədə Rusiya bağlı qüvvələr də ifşa olundu. Onlar da həbs edildi. Bu proseslərin 2026-cı ildə də davam edəcəyini gözləyirsinizmi? Mütləq. Çünki bu Ramiz Mehdiyev şəbəkəsi, mən sizdə də demişəm onu ki, o elə-belə adi bir şəbəkə deyil. 25 il prezident administrasiyasına rəhbərlik etmiş şəxsdən söhbət gedir axı. Yəni uzun illər təsir imkanları, təsir rıçaqları olan bir adamdan danışırıq. Ona görə də o şəbəkə qalır. Yeri gəlmişkən elə bax bu rus dilinin də bu cür yaşaya bilməsi onlardan qaynaqlanır ha. Bəli. Çünki mən bax bir dəfə də demişdim. Prezident İlham Əliyevin dekabrın 24-də ad günü idi. Hər kəs sağdan, soldan təbriklər yağdırdı. Mən də elə prezident saytında, prezident azda girdim, oradan belə elektron bir təbrik yazdım öz adıma, Azər Əsrət olaraq. Diqqətimi bilirsiniz nə çəkdi? Bax, problem bundadır. Ramiz Mehdiyevin kadrlarından biri, keçmiş deputat, keçmiş səfir, Ukraynada səfir, Elmira Axundova prezidentə təbriki rusca yazdı. Azərbaycan prezidentinə bir Azərbaycan vətəndaşı. Sosial şəbəkə hesabı üzərində. Bəli. Twitter, mən tapıb sizə göndərəm. Niyə rusca? Hələ bax, mənə o çatmır da, sən niyə rusca yazırsan? Bura Azərbaycandır, İlham Əliyev də Azərbaycan prezidentidir. Və üstəgəl, cənab prezident son vaxtlar çıxışlarında Azərbaycan dilinə diqqət artırılmasının vacibliyindən danışıb çağırışlar edib. Sən niyə rus dilində prezidenti təbrik edirsən? Başına dəysin sən o təbrik. Azərbaycan dövlətinin deputat mandatına sahib olmusan. Azərbaycan dövlətini Ukrayna kimi bir ölkədə səfir olaraq təmsil etmisən. Bəlkə Azərbaycan dilində təbrik edib rusca da əlavə edir. Təkcə rus dilində. Adamın inanmağı gəlmir. Yox, mən Twitterdən tapıb sizə göndərərəm da. İndi laf belə efir gedə-gedə mən çalışım onu tapım sizə göndərim. Bu da internetə bağlanıram, söhbətimiz davam edə-edə. Mən onu tapıb sizə göndərəcəm. Əgər indi bizi eşidib təcili silməsələr. Yəni sözüm nədir deyə Tural bəy. Adam, sən öz dövlətinin rəhbərini təbrik edirsən də, düzdürmü? Putini təbrik eləmiş olsaydın, rus dilində deyərdim, heç bir problem yoxdur. Rusca müraciət eləmirsən. Elə. Özdə dərd bilirsiniz nədədir? Dərd ondadır ki, Azərbaycanın bir dənə problemi haqqında bu qadının yazdığına rast gəlməmişəm. Sosial media hesabı ölüdür. Ölür. Facebook hesabı da var mı? Mən onu Twitter'da görmüşdüm, tapıb sizə göndərəcəm. Yəni onu ən azından bir screenshot eləyib göndərəcəm. Və mən onu izləyirdim, artıq izləmirəm yeri gəlmişkən. Cəmi 161 izləyicisi var. Ramiz Mehdiyevin bu ölkəyə vurduğu ən ciddi zərbələrdən biridir bax. Rus dilinə hörmət, Rus dilinin genişlənməsi. Bunları kim edib ki? Bunları Ramiz Mehdiyev onun şəbəkəsi edib. İcazə verin, Rusça oxuyun bir başa. Bax, buyurun. Поздравляем нашего президента с днем рождения. Вот уже 22 года он успешно выполняет свою миссию главного впереди смотрящего. Воин, строитель, созидатель, дипломат, все эти и многие другие ипостаси он выполняет на высочайшем уровне, на благо родной страны. Allah sizi korusun. Bu bax, cəmi 6 baxış var. Cəmi 6 baxışda. Çünki bunun hesabı aktiv değil. 161 izləyicisi var. Doğrudan öz hesabıdır mı? Öz hesabıdır, əlbəttə ki. Народный писатель Азербайджана, доктор философии по филологии, лауреат госпремии по литературе 2014. Şuşa qoyursan, sonra da indi mən onun şəklini sizə göndərirəm. Rus dilində. Xahiş edirəm, siz də göndərin orada rejissorunuza. Zəhmət olmasa. Onlar onu versinlər. Göstərək, mütləq. Yəni göstərin. Biz havadan. Yəni bilirsiniz, yenə deyirəm. Mən dillərə qarşı da deyiləm. Yəni, əlbəttə insan rus dili də bilərsiniz, hər şey dil də bilərsiniz, o başqa şeydir. Amma sən Azərbaycan dilinin keşikçisi olan İlham Əliyev kimi bir prezidenti niyə rus dilində, Azərbaycanlı olaraq rus dilində təbrik etmək zərurəti duyursan da? Niyə? Rus
kafasını yaşatmaq dərdidir bu. Göndərdiniz mi Azər bəy? Bu dəqiqə göndərin. Zəhmət olmasa. Biz bunu mütləq göstərək. Efirə ver. Bəli, efirə verək, qoy tamaşaçılarımız da görsün hər şeyi. Yəni biz 2026-cı ildə belə başa düşürəm ki, biz daha radikal addımlar atmalıyıq. Ona görə Həm məcburuq. Rusiya ilə bağlı, həm ümumiyyətlə Rusiya ilə münasibətlər fonunda biz müəyyən addımlar atmalıyıq. Xalq olaraq ha. Bəli. Yəni biz artıq xalqımız da öz etiraz səsini Bir dənə də şey maraqlıdır ki, Tural bəy. bəli. Yəni bu qadının Twitter hesabı, X hesabı da indiki dildə desək, çox da aktiv deyil. İş ondadır ki, yəni mən bunu axırıncı dəfə haçan bunun hesabına baxdığımı xatırlamıram. Amma iş ondadır ki, mənə bildiriş gəlir dərhal. Elə bir sanki mənə göndərirlər ki, xəbərin olsun ha bu. Rejissorumuz indi efirə verəcək onu. Bax, ay sağ ol, verin onu efirə. Efirə verin bunu, zəhmət olmasa. Elə bizim aramıza qoyun, biraz da iri görünsün, adamlar qoy görsünlər ki, biz havadan danışmırıq. İlham Əliyev Azərbaycan dilinin keşikçisidir. Ulu Öndər Heydər Əliyev Sovetin qılıncının dalı da qabağı da kəsəndə Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi özü də quyruqsuz təsbit edilməsini təmin eləmiş adamdır. 78-ci il konstitusiyasında 1978-ci il aprelin 21-də qəbul edilmiş konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdi. Ona əlavə zad qoşulmamışdı. Əlavə yox idi heç nə. Ki Rus dili də dövlət dilidir filan. Sadəcə bir növbəti maddədə bax yazılmışdı ki Rus dilindən də istifadə edilir. Yəni ona status verilməmişdi. Sovet dövründə, hələ İSSR vaxtında. Ondan savayı, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 93-cü ildə. Onun ilk işlərindən biri də Azərbaycan dilini dirçəltmək oldu. Yəni o təmizlədi Azərbaycan dilini, əməli başladı, dövlət statusu verdi. Hamımız xatırlayırıq da 90-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyə gedərkən, müstəqillik yolunda, hələ bizim parlamentimizdə belə deputatların arasında nə qədər Rus dillilər var idi. Hökumət, dövlət işində nə qədər Rus dillilər var idi. Yəni, indi bu dəqiqə bizdə görürsünüz ki, nə qədər təmizlənib bu şeylər. Yəni, onun ardınca da İlham Əliyev də öz hakimiyyəti dövründə dövlət dilinin real statusunu təsbit etdi. Bütün varlığı ilə. Necə etdi? Özü Rus dilindən imtina elədi bütün çıxışlarında. Ara sıra görüşlərdə eləyir. Biz ona heç nə demirik. Rus dilli bir adamla danışır. Normaldir. Qıcıq yaratmır. Niyə? Çünki İlham Əliyev Rus dilində harda lazım olduğunu bilir də danışmağa. Amma bütün rəsmi çıxışlarını Azərbaycan dilində edir. Bəli. Bütün çağırışları Azərbaycan dilinin qayğısına qalmaqla bağlıdır. Və bunu da ailə olaraq, tək özü yox ha, ailə olaraq şəxsi örnəkləri ilə cəmiyyətə göstərirlər. Sən indi Elmira Axundova, ola bilər sən yaza bilmirsən, başa düşürük. Hansısa səbəblərdən də bəlli səbəb. Amma niyə yaza bilmir? Azərbaycan dilində yaza bilmir, yoxsa ümumiyyətlə yaza bilmir? Yaza bilmir də deyil, yazmaq istəmir. Hə. Mən bir dəfə sizdə də demişəm, bunu başqa efirlərdə. Leyla Yunus adında bir nəfər vardı da, indi gözdə görünmür çox da. Bəli. O hüquq müdafiəçisi. O demişdi, mən Azərbaycan dilindən söyüş söyəndə istifadə edirəm. Yəni mənim üçün o dil onu. Mən dərdim onda deyil. Leyla Yunus həqiqətən də Rus dilli idi, Azərbaycan dilini bilmirdi. SSR dağılandan sonra bu qadın getdi İngilis dilini öyrəndi. İngilis dilində getdi Londonda elmi işini müdafiə etdi. Azərbaycan dilini öyrənmədi. Çünki içdən nifrət var. Qəbullana bilmir. Bax Elmira etməliyik. Elmira Axundova kimi adamlar da, Elmira Axundova kimi adamlar da qəbullana bilmirlər, həzm edə bilmirlər. Bax bizim ziyalılarımız, xalqımız bu insanlara qarşı artıq öz sözünü deməlidir. Bu insanlar ifşa olunmalıdır. Qınanmalıdır, ictimai qınaq olmalıdır. Ona görə Tural bəy, mən deyirəm ki, 2026-cı ildə dövlətimiz ən yüksək səviyyədə nazirlərə, deputatlara, dövlət vəzifəsi tutan hər kəsə və bir də çox vacib orta məktəblərdə hərbi dərs keçən müəllimlərə uşağını Rus məktəbində oxutmağı yasaqlatdırmalı.